Növbəti sualda deyilir ki, övrət yerinə birbaşa toxunduqda şəhvət olmadan dəstəmaz pozulurmu? Demək, bu xüsusda iki rəvayət var. Birincisi, Busra bin Safvandandır, radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi ve sellem həmin hədisdə deyir ki, kim övrət yerinə toxunarsa, dəstəmaz almayınca namaz qılmasın. Bu rəvayəti, deməli, Əhməd, Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə və digərləri nəql edib. Bu hədisdən anlaşılır ki, övrət yerinə toxunduqda mütləq dəstəmaz almalısan. İstər şəhvətlə toxun, istər şəhvətsiz. Lakin yenə bir hədisdə, bu hədisi də yenə Əhməd, Əbu Davud, Nəsai, Tirmizi və başqaları rəvayət edib. Bir nəfər soruşur, deyir, ya Rasulullah, mən övrət yerimə toxunduqda dəstəmaz almalıyammı? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o sənin bədənindən olan bir ət parçasıdır. Yəni, dəstəmaz almağa ehtiyac yoxdur. Burada da qeyd edilir, şəhvətlə yoxsa şəhvətsiz. Və bu iki hədisi cəm edən, bu hədislərdən nəticə çıxaran, araşdıran alimlər, bəzi alimlər deyirlər ki, yalnız şəhvətlə toxunduqda dəstəmaz pozulur. Şəhvətsiz toxunduqda, məsələn, kimsə övrət yerini qaşımaq istəyir və yaxud hamamda qurulanarkən əli övrət yerinə toxundu və ya anadır, uşağını gündə bir neçə kərə yuyur, uşaq bayıra çıxdıqdan sonra hər dəfə dəstəmaz almalıdır. Axı, bu çətinləşdirir onun üçün. Odur ki, o alimlər şərt qoyur orada ki, əgər şəhvətsiz toxunubsa, onda dəstəmaz almağa ehtiyac yoxdur. Hər bir halda əgər övrət yerinə toxunan adamın qəlbində narahatçılığı varsa, bu dəstəmaz alsın. Dəstəmaz alsın ki, qəlbi rahat olsun.